Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir. Bu haqda Yeni Sabaha Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bankdandır. Kodu təcili verin. Endirim üçün linki paylaşın. Təcili yoxlama tələb olunur. Məlumatları göndərin. Nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin. Kartınız bloklanacaq. Təsdiq üçün linkə keçin. Hesabınıza pul köçürülüb. Qəbul üçün məlumatınızı daxil edin. Sizin adınıza kredit sifarişi var. İmtina üçün kodu göndərin və bunlar hamısı bir məqsədə xidmət edir. Məlumatınızı daha sonra isə vəsaitinizi ələ keçirməkdir. Nazirlikdən qeyd edilib. Vətəndaşlar belə hallarla rastlaşdıqda banklar və DİN 102 xidməti zəng mərkəzi ilə dərhal əlaqə saxlaya bilərlər. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın. Çünki bir mesajlı halda da bir kliklə pulunuzu oğurlaya bilərlər.